13 sentyabr 2025-ci il bir vacib xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa üstəgəl işarəsini görürsünüz. Bir dəfə vurun, kanalımızı takip edin. Demək, dəyərli izləyicilər, Nazirlər Kabineti sürücülük vəsiqəsi almaq istəyən şəxslər üçün imtahan və vəsiqə verilməsi qaydalarında dəyişiklik edib. Yeni qərara əsasən sürücülük vəsiqəsindəki məlumatlar elektron hökumət informasiya sistemi vasitəsilə təqdim edilə bilər. Bəs bu imkan sürücülərə nə kimi üstünlük verir? Bununla bağlı nəqliyyat eksperti Elməddin Muradlı maraqlı bir açıqlama verib. Deyib ki, sürücü harasa, misal üçün iş üçün müraciət edir və orada sürücü vəsiqəsini göstərməsi tələb olunur. İndi bu proses elektron hökumət sistemində də mümkün olacaq. Yəni, telefonunda göstərə və ya çap edib təqdim edə bilər. Oradakı məlumatlar sürücülük üçün istənilən vaxt əlçatandır. Vəsiqə evdə qalsa belə elektron formada təqdim etmək mümkündür. Asan Paydə sürücülük vəsiqəsi ilə bağlı müəyyən imkanlar mövcuddur. Sürücülər bəzən düşünürlər ki, yol polisi hər zaman öz sistemindən vəsiqəyə baxır. Amma əslində polisin sistemindəki məlumatlar həmişə lazım olur. Yol polisi yalnız cərimə yazmaq və sürücünün kimliyini müəyyən etmək üçün öz mərkəzi informasiya sistemindən istifadə edir. Elməddin Muradlı bildirib ki, elektron hökumət sistemi digər qurumlara da açıqdır. Şirkətlərə müraciət etdikdə siz özünüz daxil olub məlumatlara baxa və ya çap edə bilərsiniz. Bu elektron təqdimat fiziki vəsiqənin təqdim olunmasına bərabər sayılır.